öz ailəvi bir xeyrin dəyirsə, insanlar da var ki, tək öz ailəsi deyil, bütün cəmiyyətə xeyri dəyir. O daha xeyirlidir. Çünki Allah hər bir zərrə qədər elənənin əvəzini verəcək axı. Məsələn, bir var, bir ailəvə verəsən, bir də var cəmiyyətə. Oradan gələn dualar, oradan gələn savablar yığıb yığışdırmaq var. Ona görə daha gözəldir. Ona görə çalışın həmişə insanlarla bir sözlə təvazökar olun. Yəni, təkəbbürlük yaraşmaz. Ən gözəl insan, ən sadə insan, ən yaxşı müsəlman bilirsiniz kimdir? Çöldə, bayırda fərqi yoxdur. Harada oldu? Özünü ən təvazökar aparan, özünə razı olmayan. Ən zəifi, ən kasıbı belə görəndə onunla iki əllə görüşün. Onunla hörmətlə yanaşan. Onun hər dediyi kəlməsini boşa verməyən, gözəl qarşılayan, üzün çevirib getməyən. Bax, o yaxşı insandır. O, Allahın uzatdığı insanlar belə insanlar. Gərək belələrdən olaq, yaxşılardan olmaq lazımdır.